Bugün milli brendlərin Pərakəndə zirvəsi tədbirinə dəvət almışıq. Biznes Mərkəzi İdarə Heyətinin sədri Rüfət Nadirli tərəfindən bu tədbir keçirilir və bu tipdə tədbirlərin keçirilməsi ölkəmiz üçün milli brendləşmə üçün çox vacibdir. Çünki hər bir brendin arxasında sahibkarların zəhməti dayanır və nə qədər brendimiz çox inkişaf eləsə, bir o qədər biz xarici ölkələrə ixrac edə bilirik ki, bu da bizim yerli istehsalın tanınmasında çox böyük rol oynayır. Bu brendlərin xaricə, yəni dövlət sərhədlərindən kənara necə satışlarını etmək olar deyə bir mövzulara da toxunmuşuq və hal-hazırda kiçik və orta biznes subyektləri və klubları assosiasiyasının sədri olaraq biz öz komandamızla ixrac platforması yaradırıq. Bunun üzərində çalışırıq ki, bu da milli brendlərimizin xarici ölkələrdə yetərincə təmsil olunmasına, orada olan satışların həyata keçirilməsinə dəstək verəcəkdir. Bugün çox gözəl bir göstəricidir ki, bizim milli brendlərimiz Avropaya, Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, SNG ölkələrinin bəzilərinə ixrac edilir və çox uğurla orada təmsil olunur. Hər nə qədər bizim milli brendlərimiz ölkə xaricində, rəflərdə yer tutacaqsa, bir o qədər Azərbaycanın biznes tanıtımı yüksək olacaqdır və bizim milli ədət-ənənələrimiz, ölkəmiz haqqında informasiyanın daha çox yayılmasına öz töhfəsini verir. Ona görə də biz təbii ki, hal-hazırda da bu Kobuskada yaratdığımız ixrac platforması üzərindən biz yerli sahibkarların, kiçik və orta biznes sahibkarlarının öz markalarını, öz brendlərini xarici ölkələrdə tanınmasına və satış rəflərinə girməsinə dəstək üçün bu xarici platformanı yaradırıq. Hal-hazırda bunun üzərində işlər gedir və biz ətrafımızda sahibkarlarla məsləhətləşirik, dövlət qurumları ilə çalışırıq bu sahədə və mən əminəm ki, bu çox bir gözəl göstəricinin nəticəsi olacaqdır. Hörmətli xanımlar və cənablar, hər birinizi salamlayıram və bugün Milli Brendlərin Pərakəndə Zirvəsi adlı bu gözəl tədbirdə mənə çıxış etmə imkanını yaratdığı üçün Biznes Mərkəzi Klubunun İdarə Heyətinin sədri Rüfət Nadirliyə öz təşəkkürümü bildirirəm. Xahiş edirəm.